Salam, mənim vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Spiker Sakonun ekranlarında yoldaşlıq görüşü davam edir. Sizləri Riborn arenasından salamlayırıq. Voleybol komandası ilə Venesiya komandası üzrə gəliblər. Bu komandalar cəmsi 2 dəfə qarşılaşıb. 2 qarşılaşmanın nəticəsi bərabərdir. Hər iki komanda bir dəfə qələbə qazanıb. Venesiyanın heyəti qapıda Nizat, müdafiədə Tural, Rauf, mərkəzdə Firuz, hücumda Fərid və İsmail olacaq. Tarihin zərbəsini izlədiyini dəqiq alınmadı. Voleybol komandasının heyəti isə qapıda Aşurdu, müdafiədə Tariyel, Rəsul, mərkəzdə İlkin, hücumda Ələkbər və İlham olacaq. Hər iki komandanın heyətində bir zamen var. Venesiya komandasında Tural, voleybol komandasında isə Bünhandır. Size böyle dediğim bak şu hüküm kadın görünüyor olacak. Bilmem ne var mı? Ne der? Ələkbər ikinci zərbəsini başlayır. İlkin, Ələkbər. Ulan. Hə. Ben gece diye onu gözüm gidelim. Eyb yox, eyb yox. Vaktinde kocaman bir gece yıkılan bir işim kalım orada. Ama size derim Hakan. İlham əla keçdi burada. İsmail. Tural zərbəsini izlədiyi Yaşur. Dəf etdi. Rəsuldadır top. İlham. Tural var qarşısında. Fərid idi topu meydandan çıxardan. Ələkbər itirir. İsmail'in zərbəsi amma top ayağına yaxşı oturmur. Ələkbər. İlkin. İlham. Uzaqdan zərbə indirir. Top qapının yanından keçir. Nizatdadır top. Yaxın oynadı Tural. Ara sürməsi gəldi Turaldan. İsmail zərbə və gol! Hesab açılır görüşünün 3-cü dəqiqəsində. İsmail'in zərbəsi ilə 1-0 Venesiya komandası önə keçir. Turalın mükəmməl ötürməsini qapıya daxil edən İsmail hesabı açır. Ələkbər. Tural da bir çox oyunlarda ekranlarımızda görmüşsünüz. Məhz Əbabilin heyətində, Əbabil komandasının heyətində indi top Turaldadır. Uzaqdan zərbə gəldi, Aşur dəf etdi. İlkin. Keçmədi Turaldan. Altdan Rəsul başlayır. Ələkbər. İlham. Tək toxunuşla ötürmə alınmadı. Top Fəriddədir. Fərid. Tariyeli geridə qoyur, amma Rəsul çatır müdafiənin köməyinə. Tural. Fərid. Uzaqdan zərbə. Aşur dəf etdi bu zərbəni. İkincidən zərbə olacaq. İsmail dərhal başladı. İlhamdan qayıdır top. Tural. Rahatla oynayır. Baxdı qapıya. Uzaqdan zərbə top qapının üstündən keçir. Qüvvətli zərbə idi, amma topa toxunuş var idi. Aşurdan səhv etmirəmsə, ikincidən zərbə olacaq. İsmail Tural'la oynayır. Tural. Keçə bilmədi bu epizod deyil hamı. Top Tural'dan çıxmışdı. Ələkbər. Yerdən İlham. İlham. Baxdı qapıya. Zərbə top qapının yanından keçir. Zədələnir bu epizodda İlham, amma yaxşıdır hər şey. Ayağa qalxıb. Nizat topladı, yenə komanda yoldaşlarını axtarır. Yaxında olan Rauf oynaya bilər. Fəridi düşündü. İsmail keçmədə ötürmə. Tariyel. İlkinlə oynayır. İlkin ayaq saxladı bir qədər. İsmail'dan çıxıb səhv etmirəmsə, bəli.
Ələkbər. Raufdan mükəmməl ötürmə gəldi indi. Fərid qapıya doğru zərbə gəldi, amma zəif qaldı. Təkrar zərbə olacaq, Maşur dəf edir bu zərbəni. Bir daha ikinci zərbəsi izləyəcəyik. Tural. Alta çıxır top. İlham başlayır altdan. Ələkbər. İlkin. Yenidən Ələkbər. Ayaq saxladı. Araya girdilər, topu uzaqlaşdırdılar. Tural başlayır. Altdan dərhal başladı İsmail. Ələkbər topunda orada topa İlham. İndi əksizmə çıxıb Voleybol komandası. İlhamın zərbəsi top qapının yanından keçir. Çətin idi bir qədər o cinahdan zərbə indirmək. İlkin oynaya bilərdi, amma özü zərbə indirmə qərarını gəldi İlham. Nizat Rauf'la oynayır. Alta çıxır top. Tariyə başlayır. İlkin. İlham. Zərbə indirdi, amma blok gəldi İsmail'dan. İlham. Turala dəyər top. Uzaqlaşdırırlar dərhal. Firuzdan əla ötürmə gəldi burada Turala. İsmail. Ara ötürməsi əla alındı. Fərid 2-nin 1-ə gəlib. Venesiya komandası amma top meydandan çıxır. İlham. İsmail'a dəyər top. Dərhal başladı Ələkbər, amma Ələkbər anlayan olmadı, top avuta çıxdı. Rauf'da da top. Yaxın olan Tural'la oynayır. İndi İsmail aşırı geridə qoydu. Boş qapı, Rəsul dəf etdi. Top qapı daxil və gol. Firuzun zərbəsi idi bu. Qarama qarşılıqdan mükəmməl yaralandı Venesiya komandası. 2-0 olur hesab. Görüşün 8-ci dəqiqəsində. Ələkbər. İsmail geridə qoydu, ötürməsini etdi İlham. İlkin. Keçmədi ötürmə. Amma geriyə ötürməsini edə bildi. İsmail indi aldı topu Rəsuldan. Qapı doğru zərbə və gol. Hesabı 3-0 olur. 20 saniyə keçmədi ki, Venesiya komandası 3-cü topu vurur Volebolun qapısına. Görüşün 9-cu dəqiqəsində İsmail'in səhv etmirəmsə dubludur bu. Tural, İsmail oynadı. İsmail, yenidən Tural düşündü, Rəsuldan keçmədi. Bitirmədilər topu indi. Venesiya komandasında Firuz meydandan çıxıb Tural. Onun əvəzində meydana daxil olub. İsmail, ötürmə etdi. Fərid. Geridə qoydu burada Toriyeli zərbə, Maşur vaxtında tərk etmişdi qapısına. Uzaqdan zərbə, Rauf'dan gəldi bizə təkrar zərbə İsmail'dan və gol. 4-0 olur hesab. Dayanmır Venesiya komandası. Görüşün 10-cu dəqiqəsində 4 top var artıq. İsmail'in hat-trickidir bu. Ələkbər, İlkin. Sağına çəkdi. Yenidən Ələkbərlə oynayır. Ələkbər. Ayağına müdaxilə var idi burada. Qayda pozuntusu olacaq. Daha doğrusu cərimə zərbəsi yerinə yetirəcəklər. İlham gəlir topun gerisinə. İlham yaxınlaşdı qapıya. Qısa ötürməklə başladılar. Ələkbər ötürmə gəldi, amma top meydandan çıxır.
Tural. Rauf oynadı. Rauf'dan yerə Nicat. Göl ötürmə ota çıxır top. Rəsul başladı. Ələkbər. Ələkbər. Tural araya girdi. İsmail. Tural. Fərid oynadı. Fərid. Ələkbər də var idi onun yanında, amma top meydandan çıxır. Qapıdan zərbə olacaq. Yaxın oynadı Aşur. Ələkbər. Aldılar topu. Qapıdan zərbə olacaq bir daha. Yox, gün zərbəsidir bu. Fəriddir topun gerisində. Ötürmə gəldi. Qapıya zərbə də gəldi, amma dəqiq alınmadı. Aşur. İlham. Ələkbər. Geriyə İlkin. Qısa ötürmələrlə hücum açmaq istəyir boy komandası, amma hələ ki boşluğu tapa bilməyib. İlkin. İlham. Rəsul buraxdı Aşura. Aşur. Tariyel. Keçmədə ötürmə. Amma top yenidən Tariyel'dədir. İlkin. Rəsul. Bir qədər çətin ötürməkdir. Top Venesia komandasını keçir. Turalın zərbəsi blok gəldi Rəsuldan. Təkrar zərbə Fəriddən, amma top meydandan çıxır Tariyel'ə dəyərək. Gün zərbəsini yerinə yetirir Venesia komandası. Başladılar. Tural. 2 nəfərin pressingi var idi. Ələkbərdən sağ cinahda olan İlhama doğru ötürmə. İlham uzaqdan yerlə zərbə. Nicat dəf etdi. İlkin. Ayaq saxladı bir qədər. İtirdi topu. Tural. Fərid. İsmail, amma öncə Rəsul. Top meydandan çıxardır. Küncdən zərbə olacaq. Bir daha. İsmail. Top qapının yanından keçir. 5-ci gol üçün gəlmişdi, amma qapıya düşə bilmədi. İlham. İlham yenə sağına çəkdi, zərbə indirdi, amma Raufa deyərək top meydandan çıxır. Nicat başlayır altdan. Tariyel araya girdi orada. Bir qədər Fərid ram etmədə səhv yol vermişdi. İlkin geridə qoydu burada Turalı. Yenidən topun içindədir. İlhamla oynayır. İlham saxlamadan yerlə zərbə, top qapının yanından keçir. Toxunuş yox idi, qapıdan zərbə olacaq. Nicat bir qədər komandı yoldaşlarının nəfəsinin dərməsinə imkan yaratdı. 10 saniyə daha doğrusu, 10-15 saniyə. Səhv yol verdilər müdafiədə. Yox, Ələkbərə toxunmuşdu. Fərid. Tural. Ələkbərin pressingi var. Tural. Aldılar topu. Ələkbər. Baxdı qapıya. Zərbə. Nicat dəf etdi. Təkrar zərbə olacaq, amma yox. İlkindədir top. İlkin. Baxdı qapıya. Zərbə indirir, top qapının yanından keçir. Turala bıraxdı topu. Nicat. Rəsul sağ ota çıxardır topu. Tural. İlkinin pressingi var idi. Top Rauf'dadır. İsmail. Aşur vaxtında uzaqlaşdırdı, amma bu sanki qüvvətli zərbə indirəcəkdi topa. Yaxında olan Rəsul oynadı. Nicat. Göl ötürmə ünvana dəqiq deyil. Tariyel. İlkin. İlham. Keçmədə ötürmə. Tural. İsmail oynanır. İsmail. Saxlama ötürmə keçmədə, amma top yenidən İsmail'dadır. Uzaqdan zərbə indirir, amma çərçivəyə düşə bilmir. Top çıxır meydandan. Görüşün 15-ci dəqiqəsində Rauf başladı. Tural. İsmail. Baxdı qapıya. Zərbə. Top qapının üstündən keçir.
Aşur topladı indi. İlhamla oynadı. İlham bir qədər önə bıraxdı topu. İndi Tural zərbə endirə bilər. Aşur vaxtında çıxdı qapısından. Dərhal da qapının boş olduğunu görüb zərbə endirdi, amma Nicat aldanmadı bu zərbəyə. Topa yerənə bildi. İndi qəşəng ötürmə gəldi Nicatdan. Amma aldılar topu. Burada başa düşmədilər. Tural ələ keçirir topu. İsmail oynayır. İsmail ayaq saxladı. Zərbə. Aşur 2 dəfə də olsa tutabilir bu topu. Gözlədi bir qədər artıq. Venesiya komandası yerini tutub müdafiədə. Rauf oynadı Nicat. Rauf. Nicat oynuyor. Nicat. Öndə heç kəs yoxdur. Dərhal boş qapıya, amma Nicat yerindədir. Qapı boş deyildi. Qayıtmışdı artıq qapısına. Tariyen İlhamla oynadı. İlham saxlamadan yerlə zərbə. Rauf müdafiədə gözəl oynadı. İndi Turaldadır top. Alta çıxır top. Venesiya komandası başlayacaq. Tural çəkdi sağına, zərbə endirə bilər. Ötürmə İsmail. Zərbə və gol! 5-0 olur hesab. Görüşün 17-ci dəqiqəsində. Hesabı 5'ə qaldırır Venesiya komandası, amma voleybol komandasının çərçivəyə endirilmiş bir zərbəsi də yoxdur. İlkin, daha doğrusu İsmail'dir bu. İlkinin pressingi var idi deyəcəkdim. Tarihi idi pressing edən. İlkin meydandan çıxıb. Pünhan daxil olub əvəzinə. Pünhan. Kariyel. Alta çıxdı top. Bir qədər ötürmədə səhv yol verdi. Tural öz adaşı ilə oynadı. Qapıya doğru zərbə gəldi. Ələkbərə dəymişdi, amma Aşur qoymadı. Top meydandan çıxsın. İndi yenə qapının bir qədər boş olduğunu görüb zərbə endirdi, amma dəqiq alınmadı. Nicat. Rauf. Aşur uzaqlaşdırır. Tural. Fərid. Zərbə gəldi, blok gəldi orada Pünhandan. Başladılar artıq. Raufda top. Nicat 6-cı oyuncu kimi, futbolçu kimi qapısını tərk edib komandasından bir oynuyor. İsmail indi əla ram etmişdi, amma top tariyədədir. Amma dərhal da qapısına qayıda bilir Nicat. Qapısını 19 dəqiqədir, daha doğrusu 20 dəqiqədir artıq toxunulmaz saxlayıb. İndi İlhamın yerli zərbəsi dəf etdi Nicat. İsmail itirmədi topu. Pünhan. İlham. Baxdı qapıya zərbə endirə bilər. Ötürmə etdi. Ələkbər zərbə və gol! 1-5 olur hesab. Artıq ki, daha doğrusu axır ki, voleybol komandası istəyinə nail ola bilir. Uzun müddətdən sonra buraxılan qollardan birinin əvəzini çıxa bilir. Nicat yenə Noyer sayağı qapısından önə çıxıb. Göl ötürmə gəldi, amma alta çıxır top. İlham. Zərbə top qapının yanından keçir. İki. Saat orada. Nicat yenə bir qədər önə çıxıb komanda yoldaşlarına irəli getməsini səsləyir. Hesabda öndə olsalar belə Turalın zərbəsi yox, ötürməkdir bu, səhv etmirəmsə. Pünhan uzaqlaşdırdı.
Turalın ötürməsi topa topla olmadı. Aldı topu burada Fərid. Ələkbər. Çıxdı top meydandan. Pünhan başlayır. Dərhal düşündü İlham, amma Rauf araya girdi. İndi Turalda top. Ayaq saxladı, fırlandı. Tariyev var qarşısında. Çəkdi sağına. Sıyrıldı zərbə və gol! 6-1 olur hesab. Turalın zərbəsi ilə. Oradan sıyrıldı. Tariyevdən Pünhan gəldi yanına, amma zərbə indirdi. Hesabı 6-1 etdi. Venesia komandasının oyuncusu Tural. Birincisi yekunlaşır əziz tamaşaçılar. 6-1 hesabı ilə Venesia komandası öndədir. Az sonra ikinci hissə başlayacaq, sizlərlə yenidən birlikdə olacaq. İkinci hissə başlayır əziz tamaşaçılar. Hər iki komandaya uğurlar arzu edirik. Sol tərəfdə olan, daha doğrusu sol tərəfdə mübarizə aparan komanda Venesia olacaq. Sağ tərəfdə isə Bolivar komandası. Hesab isə hələ ki 6-1 Venesia komandasının xeyrinədir. Ələkbər topladı indi. Tural. Bir şey də nəzərinizə çatdırım. Tural meydandan çıxıb əvəzinə Firuz daxil olub meydana. Nizat topladı, yenə bir qədər topu özündə saxlayır. Keçmədə ötürmə. Amma uzaqlaşdırmışdı sanki. İndi Nizat meydandan çıxdı top. İkinciden zərbə olacaq. Ələkbər başlayır altdan. Ələkbər, Tariyer. Zərbənin Pünhan zərbəsi blok gəldi oyunculardan. Məşqçimə çıxıb Venesia komandası. İsmail adı top. İsmail. Qarşısında Rəsul var. Çəkdi sağına. Zərbə indirə bilər. Top Pünhana dəyir. İsmail. Fərid. İsmail top qapının üstündən keçir. Qapıdan zərbə ilə Aşur başlayacaq. İlham. Əla fırlandı, amma Tural ayaq qoydu orada topa. Rəsul. Pünhan. Aşurla oynadı. Aşur. İlham. Əla gördü Aşur İlhamı. İlham öz irəliyir. Əla keçdi burada Firuzu. Amma Nizat ortaladı orada. Qapısından xeyli önə çıxmışdı. Tariyel. İsmail. Ələkbərdən çıxıb top meydandan. İsmail başlayacaq altdan. Yerlə ötürmə öz komanda yoldaşına dəyir. İlham. Firuz müdafiənin köməyinə çatır. Pünhan göl ötürməsi. Altdan İlham başlayacaq. Rəsulun zərbəsi yox, ötürməkdir bu. Pünhan saxlaya bilmədi. Venesia komandası başlayır altdan. Rauf'du topun gerisində. Nizatlı oynadı. Yeniden Rauf. Tural. Firuz'la oynadı. Firuz. Göl ötürmə gəldi Fəriddən. Boşlu zərbə İsmail, amma top qapının yanından keçir. Aşurdadır top. Uzaqdan zərbə indirdi qapıya, amma Nizat. Yenə önə çıxsa da imkan vermir top qapıya daxil olsun. Pünhan yerlə zərbə. Bir daha ikinci zərbəsi olacaq. Pünhan. Ötürmə gəldi bu səfər. Bir daha ikinci zərbəsi izləyəcəyik. Yenə Pünhan yerini yetirir. Göl ötürmə gəldi bu səfər, amma auta çıxır top.
Firuz topun gerisində. Tural oynadı. Tural göl ötürmə gəldi. Fərid istiqamətlə ağa saxladı topu Fərid. Yitirmədi topu. Baxdı qapıya zərbə. Aşur. Topa yələndi. İşi cəhdə də olsa topu götürə bilir. İlham. Aşur. Top meydandan çıxır. Nizat hələ oynadı, qapıda itirmədi, topu ötürməsində etdi, Tural'dan top, göl ötürmə İsmail istiqamətinə Rəsul çatacaq amma öncə Aşur çatdı topa, amma danışmalıydı öz komanda yoldaşı ilə. İndi Tural'ın zərbəsi, top qapının yanından keçir. İsmail çatdı topa, amma avuta çıxartdı topu. Ələkbər dərhal başladı, Pünhan. Hesabda geridədir voleybol komandası, qol vurmalıdırlar, ona görə də bütün komanda ilə iləri atılmalıdır. İlkin. Ələkbər. Yenidən İlkin. Bu səfər Rəsul meydandan çıxıb, İlkin daxil olub meydana. İsmail əla geridə qoydu orada. İlkin amma Tariyet götürdü orada topu ötürməsini də etdi. İlham istiqamətinə Ələkbər indi topladı. Ələkbər. İlham. Keçmədi ötürmə. Firuzdan. Göl ötürməyə Pünhan başlı zərbə, top qapının yanından keçir. Loru dildə desək, konfet göndərmişdi İlham Pünhan üçün, amma topu qapıya daxil edə bilmədi. Pünhan. Tariyel aldı topu. Pünhan. Yenidən Tariyel. Ələkbər. Ötürmə gəldi, amma heç kəs başa düşmədi burada Ələkbəri. İlkin. Davamlı ötürmə mükəmməl alındı. İlham Ələkbəri düşünmüşdü, amma Ələkbər, daha doğrusu Ələkbərin gerisinə düşdü bu top. Rauf. Rauf'in də ötürməsini etdi. Tariyə qarşıladı. Orada qayda pozuntusu münaqişəsi var idi, amma hər şey qaydalar çərçivəsində idi. Aşur. Göl ötürmə. Tural Gidarya. Venesiya komandasında da Tural yenidən daxil olub meydana. Əvəzinə Fərid meydandan çıxıb. Nizatdadır top. Yenə qapısından önə doğru hərəkət etdi. Firuzə əla ötürmə gəldi, amma orta çıxır top. Pünhan dərhal başladı. Ələkbər zərbə, top qapının yanından keçir. İkincidən zərbə olacaq top. Rauf'a toxunmuşdu. Göl ötürmə gəldi. İlham top tündən qaydır. Saxlamadan zərbə indirdi. İsmail qapçılı üzbəüz qala bilər. Yerlə zərbə Aşur dəf etdi. Tural. İsmail oynadı, amma Tariyə uzaqlaşdırdı. Top çıxırma meydandan. Altdan başladılar. Tural. Fairplay çərçivələrinə uyğun olaraq Venesiya komandası topu voleybol komandasına ötürür. İsmail zərbə. Aşur. Yaxın küncələ bağlamışdı. Pünhan. Tural. Aşur. İki mükəmməl hərəkət izlədik. Tural və Aşurun. Turalın zərbəsi, Aşurun seyvi. Nizat yenə xeyli önə çıxıb qapısından mərkəzə kimi gəlib. İlkində də top indi qapı boşdu, zərbə indirə bilər. Ayaq saxladı, Nizat qayıtdı dərhal qapısına. Tariyel. Sol cinahda irəliyir, qarşısında Firuz var, baxdı qapıya zərbə. Rauf'a dəyə top. İlkin dərhal başladı. Tariyel. Çəkdi sanı yenə ötürmə, zərbə indirmə, daha doğrusu ötürmə etdi. İlham. Ələkbər, zərbə. Nizatda da top. Dərhal da ötürməsini edir İsmail istiqamətinə, amma Aşur qapısından önə çıxıb. İlham çox sərt oynadı bu epizodda. Yapışmışdı rəqibinə.
İlkin. Geridə qoydu burada Firuzu. Zərbə də indi amma top Nicatdadır. Yaxın üçüncü o da əla bağlamışdı. İsmail. Sol cinahdan eləyir. Ötürmə keçmədi Tariyerdən. Tural. İsmail zərbə. Aşur. Mükəmməl dəf etdi. Dərhal ötürmə edə bilər. İlkinə doğru ötürmə gəldi Aşurdan. İlkin çatdı topa. Meydanda saxlaya bilmədi amma. Yox, saxlamışdı meydanı daha doğrusu. Firuz uzaqlaşdırdı. İsmail'in zərbəsi. Nicat. Deyəsən an içib ki bir topdan artıq top bıraxmayacam. Həqiqətən də mükəmməl dayanır qapıda. Bu səfər voleybol komandası başlayır altdan. İlkin. Pünhan oynadı. Tariyer. Mərkəzdə İlkin, amma topu Rauf yelənir. Turaldadır top. Göl ötürmə ismi yox, zərbə idi bu. Top qapının yanından keçir. Aşur. İlham. Ələşbərlə oynadı, Ələşbər. Yenidən İlham, Tariyə girdi arayanma. Pünhan, zərbə amma ara. Top qapının xeyli yanından keçir. Yenə ənənəvi olaraq Nicat. Top özündə saxlayır, önə çıxmışdı bir qədər. Fərid, geridə qoyanmədi burada Tariyeli. Məhz indi top meydandan çıxır. Firuzdadır top. İsmail'a bıraxdı. İsmail'in zərbəsi Pünhandan qayıdır, top çıxanmı? Yox, çıxmamışdı, meydandadır. Aşur dərhal İlhamla oynuyor. İlham əla ram etmişdi, amma avuta çıxdı top. Tural, İsmail. Nicat. Yeniden İsmail. Göl ötürmə gəldi, amma avuta çıxır top. Pünhan. İlham. Bitirmədi topu məhz indi. Venesiya komandasında top göl ötürmə gəldi Nizatdan. Meydandan çıxır top. Bir qədər qarma qarşılığı düşmüşdü. Göl ötürmə gəldi. Rauf riskə getməli, topu meydandan çıxardır. İkincidən zərbə olacaq. İlham səhv etmirəmsə birbaşa zərbə endirmişdi. Nicat dəf etdi. İlham. Yenidən İlham oynadı. İlham. Mərkəzdə Ələşbər. Ələşbər. İlkinlə oynadı. İlkin. Zərbə indirdi, amma bir daha ikinci zərbəsi olacaq. İlkin yeni yetirir ikinci zərbəsini. Ötürmə gəldi. İlkində top, davam ötürməsi. Ələkbərin zərbəsi. Nicat. Önü bağlıydı, amma dəf etdi bu zərbəni. Aşur. Göl ötürmə gəldi, amma digər qapıya gəldi, çıxır top. Nicat topladı. Tural'la oynuyor. Rauf. Mərkəzdə İsmail. Ayaq qoydu Ələşbər. Pünhan. Ötürmə keçmədi Raufdan. Pünhan. İlham. İlkin. Bağlı. Bağlı. Gördüm. Alta çıxır top. Bəli, başlayacaq altdan, dərhal başladı. Tural. Pressing var idi ilkindən. Məhz indi itirdilər topu. İlhamdadır top. İlham ayaq saxladı, geriyə çəkildi. Baxdı qapıya, yerlə zərbə. Top qapının yanından keçir. Toxunmuşdu topa bəli. Nicat səhv etmirəmsə toxunmuşdu. Yenə toxunulmaz saxladı qapısını. İlham.
Alta çıxır top. Ələkbər başlayacaq. Göl ötürmə gəldi. İlham başlayır zərbə, amma zəif qalmışdı. Top nicatdadır. Bir top bıraxıb cəmisi. Firuz. Ötürmə gəldi İsmail. Zərbə indirə bilər. Zərbə. Tindən qayıtdı, səhv etmirəmsə. Aşur. İlkin pressing var Fəriddən. İlkin. Pünhan, yox, Tariyedir bu. Tariyelə oynuyor. Tariye baxdı qapıya. Zərbə, top qapının yanından keçir. Çərçivəyə düşə bilmədi bu dəfə də. Boy komandası. Nizatdadır top. Rauf. Mərkəzdə Firuz. Pünhan. Tariyel. İlhamla oynaya bilər. Tərs toxunuş gəldi burada rəqibdən. Tural'la Rauf anlamadı bir-birinin ikinci zərbəsini. Tariyə başlayır. İlkin ayaq saxladı. Çəkdi sağına. Ötümə gələcəm yoxsa zərbə. Zərbə gəldi, amma blok gəldi oyunculardan. Pünhan. Baxdı qapıya. Uzaqdan zərbə. Nicat. Yenə dəf edir. Bıraxmır. Bıraxmır ki, bıraxmır. Tariyel. İlkinlə oynadı. İlkin. Qarşısında Firuz var. Bir daha üçün zərbəsi olacaq. İlkin. Pünhanla oynadı. Pünhan. Top çıxmıyor meydandadır. Firuz əlləşdi, topu çıxartmadı meydandan. İlhamdan indi top. Ayağına toxunuş mu var idi burada İlkinin? Cərmə zərbəsi yeni etilir, amma qısa ötürməyə də başladılar. İlhamdan geriyə Tariyel. Aşur. İlham. Yeni Aşurla oynaya bilər. Geridə qoydu burada Firuzu, irəliyir. Firuz amma bıraxmayıb onu hələ ki. Ələkbərə doğru ötürmə gəldi. Ələkbər, iki nəfər arasında sıyrıldı. İlhamı düşündü amma Rauf. Mükəmməl. Ayağını açdı orada. Qoymadı top keçsin. Tariyelin zərbəsi, amma yenə top qapının yanından keçir. Çatdı topu Tariyel. İlkin. Baxdı qapıya zərbə, yenə Rauf eyni stildə müdafiə etdi qapısını. Dalı Ələkbərin başlı zərbəsi tindən qaydır. Oy oy oy. Top qapıya daxil olmur. Qapıdan zərbə olacaq, səhv etmirəmsə. Yoxsa ikinci zərbəsidir. Aşur. Tariyel. İlkin. İlham. Çıxmıyor top meydandadır. İlham. Tariyel oynadı. Tariyel. Yeniden İlham. Pünhan. Qüvvətli zərbələri var. Baxdı qapıya zərbə indirdi, amma İsmailə deyir. Üçüncüdən zərbə olacaq. Pünhan. İlham. Baxdı qapıya, blok gəldi burada Firuzdan. Ələkbərə başlayır out. Daha doğrusu out yeni etirir Ələkbər. Pünhan topa toxundu, amma meydandan çıxdı top. Nizatdadır indi. Bu səfər topu çox saxlamadı özündə. İsmail oynadı. Fərid. Öncü vaxtda bomboşdu Firuz. Firuz öz irəliyir. İlham var qarşısında. Ötürməsini etdi Fərid. İsmail baxdı qapıya. Zərbə. Aşur. Dəf etdi bu zərbəni. Üçüncüdən zərbə olacaq. Firuzdur topun gerisində. Bir daha gün zərbəsi olacaq. İlkinə dəymişdi top. Tural, oy oy oy, İsmail nəyə qaçırtdı burada. Tural mükəmməl oynamışdı. Həqiqətən də İlham indi əla keçmişdi burada. Fərid, amma qayda pozuntusu qeydə alınır. Rəsul Aşura bıraxır topu.
Günhanın əvəzinə daxil olub yenidən meydana. Firuzdan keçmir bu ötürmə, amma outdan voleybol komandası başlayacaq. Tariyel aşıra bıraktı topu. Yenidən Tariyel. İlham. Qapıdan zərb olacaq. Nizat görüntümə İsmail istiqamətində dəydi. Amma aldılar topu. İlkin. İlkin bir rəqibini geridə qoydu, ikincisini qoya bilmədi. Burada isə ötürmə İsmailin gerisinə düşür. Rəsul başladı, amma bir qədər anlamadılar bir-birlərini. Top Venesia komandasına keçir. Nicat. Tural. Ələkbər. Tariyel oynadı. İndi isə voleybol komandasındadır top. Aşur. İlham. Magnet kimi yapışdı orada topa. İlkin. Baxdı qapıya. Ötürmə etdi. Əl ötürmə gəldi. Ələkbər. Nizatin imkan vermir. Dabanla zərbə və gol. 2-6 olur hesab görüşün 43-cü dəqiqəsində. Ələkbər. Voleybol ikinci topunu vurur. Komandasının ikinci, özünün isə birinci topudur. Nicat. İlk zərbədən daha doğrusu dəf etsə də ikinci zərbədə öndə olduğu üçün davanla topu Ələkbər qapıya daxil edir. İsmail keçmədi ötürmə Tariyeldən. Rauf. Venesia başlayır yenə outdan. İsmail Rauf'a bıraxdı. Göl ötürmə gəldi. Fərid saxladı topu. Ötürmə etdi, amma Rəsul uzaqlaşdırdı. Nizat gəldi out yerini yetirməyə. Firuz. İsmail bomboşdu. Baxdı qapıya zərbə. Aşur. Mükəmməl ayaqlarını açdı orada. Kün zərbəsi olacaq. İsmail. Əla fırlandı yerində. Zərbə indirdi. Amma top yenidən. Turalın zərbəsi, amma dəqiq alanmır. Qapıdan zərbə olacaq. Göl ötürmə. İlham. Saxladı topu meydanda amma rəqib üçün. Tural. Əla keçdi burada, amma ilkin ayağı büdürədi bu epizodda. İsmail. Top itirmədi İsmail. İndi Firuz. Ötürmə gəldi amma Rəsul. İmkan vermədi top İsmail'e gəldi. Çıxsın. Üçüncü zərbəsini özü yerinə yetirir Firuzun. Ötürmə gəldi. İsmail aldı top. İsmail çəkdi sağına. Zərbə. Blok gəldi Rəsuldan. Təkrar zərbə olacaq mı? Firuz. İsmail və gol. 7-2 olur hesab. Mərkəzdən başlayacaqlar. Bir daha. Yeni 5 top fərqi ilə Venesia komandası öndədir. İlham. Ələkbər. İlham zərbə indirdi, amma dəqiq alınmadı. Yaxın oynadı Nizat. Rauf. Əla gördü Fərdi. Fərid. Keçmədi Rəsuldan. Tural. İsmail. Tural. Əla geride qoydu Tariyeli. Ötürmədi Tural. Uzaqlaşdırdılar topu oyunda. İlhamladı topu. Əksizimə çıxıb voleybol komandası. Zərbə. Nizat. Yenə mükəmməl seyv edir qapıda. 2 top bıraxsa da. Amma seyvləri nə edəsən dəyər. Tural. İtirmədi topu. İsmail oynadı. İsmail. Fərid. Yenidən İsmail. Ələkbərdə topu. İtirdi orada. Günhan. İlham. Ələkbər. Zərbə idi, yoxsa bu ötürmə idi. Nizat uzaqlaşdırdı.
Tariyev baxdı qapıya. Zərbə endirə bilər. Pünhan oynadı. Pünhan çəkdi sahana yaxın yerlə zərbə, amma daxil olmadı top qapıya. Tural. Nizat. Ələkbər, daha doğrusu İsmail Ələkbərin pressingi var idi. Fərid. Ayağı geridə qoydu burada Tariyeli, ötürməsini də etdi, amma Rəsul uzaqlaşdırdı topu. Top çıxmışdı artıq meydandan. Pünhan zərbə endirsə də, amma top artıq meydandan çıxmışdı. Rauf. Nizat. Tural. Ələkbərin pressingi var. Geridə qoydu burada Pünhan'a da, amma meydança bitdi. Avuta çıxır top. Kariyet. Ələkbər. Baxdı qapıya zərbə endirməyə imkan vermədi Rauf. Pünhan başlayır Rauf'dan. Ötürmə gəldi, Rauf uzaqlaşdırdı. İlham saxlamadan zərbanı top qapının üstündən keçir. Nizat yenə bir qədər gözlədi, ötürməsini etdi, Tariyel qarşıladı. Tariyel. Ələkbər. İtirdilər topu, indi Venesia komandası əksizma çıxıb. İsmail Fəridlə oynayır, saxlamadan zərbə, amma çərçivəyə düşə bilmədi. Ötürməni oxudu burada İsmail, amma Tariyel aldı. İlham. Yeniden Tariyel oynuyor. Tariyel baxdı qapıyı, zərbə, Nizat dəf edir. İlham. Aldılar topu. Fərid. İsmail. Mükəmməl ötürmə gəldi. Tural. Çata vermədi topa. Aşur. Ötürmədi, yenə səhvi yol verdilər. Tural'dadır top, fırlandı, zərbə indirmədi. İsmail'e bıraxdı, Aşur. Dayandığı yerdən dəf etdi zərbəni. Gün zərbəsi olacaq. İsmail'in zərbəsi Rəsula deyir. Tural. Uzaqlaşdırdılar topu. İlham. 3-ün 2 gəliblər, amma Fərid köməyə gəldi. Zərbə gəldi. İlhamdan Nizat dəf edir. Gün zərbəsi olacaq. Ələkbər yerini yetirir. Göl ötürməyə başla, uzaqlaşdırırlar topu. Tural. Fərid. Əla geridə qoydu burada Tariyə. İsmail yenidən Fərid oynayır, amma topu alta çıxır. İlham. Zərbə! Top qapının yanından keçir. Gözlədi bir qədər. Hamı ötürmə gözləyirdi, amma İlham zərbə endirmək qərarına gəlir, amma çərçivəyə düşə bilmir. Yaxın üçüncüdən top meydanı tərk edir. İsmail öz irəliyir. Baxdı qapıya. Zərbə! Top tündən qayıdır. Qapıdan zərbə olacaq. Görüşün 50-ci dəqiqəsində Ələkbər İlhamla oynadı. İlham saxlamadan zərbə, yenə Nizat dəf edir. Təkrar zərbə və top qapıya daxil olur. Ələkbərin zərbəsi idi, amma Turalın toxunuşu var idi. Avtogol qeydə alınır. 7-3 olur hesab. Fərq 4 top enir. Rauf. Tural. Mərkəzdə Firuz. Firuz. Ötürmə gəldi. Tural yenə Firuzdadır. Geriyə doğru ötürmə, amma İlkin buradadır. İlham. Nizatdadır top. Tural oynuyor. Tural. Mərkəzdə Firuz.
Baxdı qapıya, zərbə endirmədi. Uzaqlaşdırdı Rəsul bu epizodda. Tural çəkdi sana, baxdı qapıya, zərbə, amma Aşur yenə üzərinə vurmuşdular. Topu dayandığı yerdən dəf edir. Ötürmə gəldi, top qapıya daxil olmadı, Ələkbərdədir top. Ötürmə keçmədi Raufdan. Rauf Tural'la oynayır, baxdı qapıya Tural, yenə zərbə endirə bilər. İtirmədi topu Tural, Aşur önə çıxıb. Top Tural'da elə, Tural 2-3 nəfərin pressingi var amma itirməmişdi topu. İlkin indi topu yələnir. Ələkbər İlham'a bıraktı topu. İlham İlkin uzaqlaşdırdı topu. Aşur uzaqdan zərbə indirdi, top Nicatdadır. Nicat yenə önə çıxıb, mərkəzdə İsmail. Firuz Tural'la oynadı amma top gerisinə düşdü. İsmail İlkin var qarşısında. Çıxmadı top. İlkin ötürməsini etdi Pünhana. İndi top Aşurdadır. Ələkbər imkan verilmən top meydandan çıxsın. Firuz ayaq qoyur indi topa. Aşur Ələkbər yenə Aşur. Artıq dəqiqələr qalıb görüşümüzün bitməsinə. 700 hesabı ilə Venesia komandası önündədir. Pünhan sağ cinahdan irəliyir. Uzaqdan zərbə indirdi amma top qapının üstündən keçir. Zat əla ötürmə gəldi yenə. Tural Aşur uzaqlaşdırdı. Rauf Nizatla oynadı. Göl ötürmə. Pünhan uzaqlaşdırır. Altdan Venesia komandası başlayacaq. Ötürmə. Firuz topladı indi amma Rəsul müdafiəyə çatdı köməyinə. Burada Firuzu zədələmişdi amma qayda pozuntusu tərzində deyildi. İlham Ələkbər İlham uzaqdan zərbə amma top qapıya daxil olmadı. İkinci zərbəsi olacaq. İlham yerini yetirir. Ələkbər aldılar topu, Firuzdadır top. Amma Ələkbər öz səhvini düzəldə bilir. Göl ötürmə gəldi amma top qapının yanından keçir. İsmail əla ötürmə gəldi, Firuz Aşur qapısını tərk edib qapıdan zərbə alacaq. Ələkbər Pünhan İtirmədi topu, əla fırlandı yerində. Pünhan sağ cinahdan özü irəliyir. Baxdı qapıya, zərbə yerlə Nizat dəf edir. Altdan voleybol komandası başlayır. Pünhan özü başladı. İlkin İlham'a bıraxdı. İlham top qapının üstündən keçir. Yaxın oynadı Nizat. Rauf yenə Nizat. Tural Nizat artıq vaxtı oynayırlar çünki saniyələr qalıb. Rauf ilkin aldı topu. İlhamla oynayır. İlham zərbə indirdi amma Raufun əlinə toxunmuşdu top. Cərimə zərbəsini kim yerinə yetirəcək? Pünhan'a bıraxır İlham. Pünhan qısa ötürməyə başladı. İlham
İsmail'dan Əlişbənin zərbəsi top qapının üstündən keçir. İsmail'a dəymişdi ikinci, daha doğrusu birinci zərbədə. İkinci zərbə isə dəqiq alınmır. Nicat. Tural yeni İsmail oynadı. Mükəmməl paslaşdılar. İsmail yerlə zərbə amma effektiv alınmır. Aşur. İlham. Pinhan oynayır. Pinhan. Aşur. Göl ötürmə. Seçmədi. 83 kimindi? Buradan dör. Tural. İsmail. Qapıyor doğru zərbə. Aşurdan qayıdır. Firuz başlayır altdan ötürmə gəldi, amma Pinhan uzaqlaşdırdı. Top Tural'da indi. Tural zərbə. Aşur 2 dəfə də olsa tutabilir bu topu. Rauf'dadır top. Rauf. Pinhan. İlkin. Ələ keçirib boy komandası. İlham zərbə. Və gol. 7-4 olur hesab və görüşümüz yekunlaşır əziz tamaşaçılar. 7-4 hesabı ilə Voleybol komandası məğlub olur. Venesiya komandası qalib gəlir. Bu qırğın mübarizəni sizlər üçün mən Spikers xoş şərh etdi. Sağ olun, salamat qalın.